bu ne oyundu? Bu ne oyundu? Bu ne ayaktı? Bu ne restorandı? Bu ne biabırçılıktı? Bu ne oynamaktı? Bu ne ayaktı? Bakıp gülürler ermənilər bizə. Değerli vətənlərim. İndi adam yerine koymurlar da kimse toya çağırıbdı. Axı bunlar cavan oğlanlar 30 yaşa 20 yaşa kimi bir ad günü belə keçirəməyən oğlanlar idi. Aparlar hamısı bir heç olmazsa 5-10 gün bizi gül çiçəklə qarşılayacaqlar deyə getdilər. Bir dənə jestin, bir dənə Divijenyanın qurbanı olan kasıb balalar. Getdilər, o da ayağını açıb. Ama o şalvarı sallamaq olmurdu. O yaralı ayağını görən uşaqlar ne travma yaşayacaqlar. Şəhsən mən uşaq vaxtı, bax elə ayaq görsəydim, 18 yaşa ki o travma məndən çıxmayacaq. Bu ne oyundu? Bu ne şadlıq saraydı? Bu ne toydu? Toyumuz vaya dönsün eləsin. Bir qəhbənin balası çıxıb bu qazini başa sala bilmir mi ki? Uşaq var, böyük var, qadın var. Belə olmaz. Yazık qazini gör nə hala saldı. Bakın. Bu qaziyə sən 1500 manat, 2000 manat pul verməliydin, 3000 manat pul verməliydin. Bu qazinin hər telindən bir qız sallanmalıydı. Bu qazinin sağında solunda bir qulluqçu qızlar gəzməliydi. İndi bu qaziyə sən verirsən bax, dizdən aşağı ayağı yoxdur. Buna verirsən nə? Buna verirsən sən 200 manatdan aşağı maaş verirsən. 50'lik pulu verirsən 200 manatdan aşağı. Yaltaqlıq eləyənə də prezidentə qaydı verirsiniz 120 manat. Yaltaqlıq eləməyənə vermirsiniz. Ona göre kasıb qayda bak, paltarına bak. Bunun hani bahalı protezi? Bunun ayağında bahalı protez olmalıydı. Protez. Öz şəxsi ayağından, radnoy ayağından seçilmeyen protez olmalıydı. Güzel kulturlu gəlməliydi. Bakın indi meymuna döndəriblər qazini. Gerizekalı qazi. İlham Aliyev'in çağrılışından savaşa getdi. 9000'den çok gazimiz, daha doğrusu 9000'den çok şehit verdik. 11.000'den çok bu vəziyyətdə olan gazimiz oldu. Ermənilər əskərə qampulu 150, 160, 180 min verdilər. 20%'ni dərhal qalanında hissə verirlər. Bizim qaziləri də gözləri olmayan qazilərdən futbol komandası düzəltdilər. Ayaqları olmayan qazilərdən futbol komandası düzəltdilər. Mehriban Əliyevə baxıb gülürdü qazilərimizə. Bu nədir? Bu nə biyanışı? Çıxardılar. Aşı yarılmış polkovniklər var. Belə eləyəli oynayırlar. Bax, belə eləyəli. Yazıqlar hərəkət eləyə bilmir. Belə deyil, bax. Belə hərəkət eləyə bilmir. Elə çıxardıb, oynadı. Bunlara gülürlər. Gülürlər. Bakın Erməni dili oynayan var mı? Oranın da qazilər var da. Ukraynada da var da qaz. Elə oynayan var mı? Kucağına götürür bir ayaklar yok. Kucağına götürür oynadırlar. Onları oynatmak lazım değil. Onlara pul vermek lazımdı. Onlara devlet bakıcı tutmalıdır. Onları meymun kimi oynadıp pul yığmak lazım değil. İster toylarda, ister TikTok'larda, ister metronun qabağında. Onlara pul vermek lazım. Parmağa bir tikan batanda necə acıyır. Onlar bədəninin yarısını itiriblər. Buradan belə bədəni yoxdursa ayaqlar dipdən yok. Görün də onun bədənində neçə kilo qəlpə var.